Və tamaşaçılarımız, növbəti süjetin qəhrəmanı çox məşhur bir adamın qızıdır. Bəli, görəsən söhbət kimdən gedir? Əslində onun atasının adını çəkməsən belə, sima olaraq baxanda onu bir məşhura çox bənzədəcəksiniz. O məşhur ki, indi ölkəmizdə yoxdur. Amma övladının gözəl bir addımı var. Biz onu mütləq təqdim etməliyik. O kimdir? İndi süjetdə biləcəksiniz. Bu sujetimizin qəhrəmanı nə müğənnidir, nə də hansısa tanınmış aktyor. O, tanınmış bir müğənninin qızıdır. Bəli, gördüyünüz bu xanım artıq uzun zamandır vətəndən uzaqlara köçüb. Amerikada yaşayan Elariz Məmmədoğlunun qızı Güneldir. Elariz bəydən fərqli olaraq müğənni yox, rəssam olan Günel atasının yolu ilə getməməsinə belə aydınlıq gətirdi. Mənlə gəlir ki, atama istəməz ona görə. İstəməzdi. O məni rəssam kimi görməyə daha uyğundur. Günel etiraf edir ki, atasına çox bağlıdır və onun üçün yaman darıxır. Valideynlərimiz bizim həyatımızın böyük, önəmli tərəfidir və onların uzaqda olmaqları biz əlbəttə ki, biraz çətindir. Hətta mənim bir əsərim də məhz ona aiddir. Onların buradan getməyinə aid. Düzünü desək, Elariz bəyin elə şou biznesimizdə də yeri yaman görünür. Amma indi biz buradayıq. Çünki Günel xanımın həyatında önəmli bir hadisə baş verir. O, ilk dəfə öz əsərlərindən ibarət fərdi sərgi təşkil etdi. Hisslərini fırça ilə canlandıran gənc rəssam bu böyük həyəcanını və sevincini məhz bizimlə gün ortası maqazinlə bölüşdü. Sərginin adı Salam Güneldir. İlk sərgim olduğum üçün mən istədim ki, öz sənətimlə, öz yaradıcılığımla incəsənət aləmini və insanları salamlayım. İstəyirəm ki, mənim burada təkcə əl qabiliyyətim deyildir. Burada mənim hisslərim nümayiş olunur. Mənim keçirdiyim həyatımın bir hissələrim nümayiş olunur. İstəyirəm ki, o gözəl şəkildə təqdim olunsun. Biz də Günelə sənət yolunda uğurlar arzu edirik və ümid edirik ki, növbəti sərgilərində yenidən görüşəcəyik. Həyəcanlı anlar, sensasiya yaradacaq görüntülər.